Bax, bu günləri mən sizə bir şey deyim, istəyirsiniz, axtarıb baxarsınız. Paşa Pavel Yurçak, deməli, 3-cü korpusun 63-cü briqadanın, əlahiddə mexanikləşdirilmiş briqadanın komandiri bayaq deyəm, yəni səhər-səhərdə, günün səhəri, saat 10 idi. Burada bizdə, sizdə 12. Müsahibə verdi. 3-cü korpusun 63-cü briqadası ilə Rusiya Silahlı Qüvvələrinin itişlərinin tənasübü inanmayasınız. Məsələn, mən də inanmıram, amma hərbi biletləri tökdüstü olmuşdur. 50-nin birədir. Dünya tarixində bir şey yoxdur. Ən yaxşı göstəricilər NATO-nun xüsusi təyinatlarıdır ki, onlar 1-in 7-yə olur bir qayda olaraq. Əgər nizami ordularla vuruşurlarsa, 7-nin 1-ə NATO-da standart bundan ibarətdir. Düşmən tərəfi 7 itişi verir, sən tərəf 1. Elə döyüş bölgələri var ki, 27-1-dir, eləsi var 31-dir, eləsi var 50-dir. Səbəb, Elxan bəy, səbəb nədir? Səbəb dron, çünki 50-nin 1-ə ağala gəlməz bir. Texnoloji üstünlükdür. Savadlı yanaşmadır orduya. Ordu bilirsiniz, bizim Rusiyada əsirlərimiz daha çoxdur bu günləri. Bilirsiniz nəyə görədir bu? Məsələn, bilirsiniz, İsrailin qanunlarını bilirsiniz, hərbi qanunlarını, yoxsa yox? Bilirəm ki, çətinə düşünsə, əsir düşəcəksən və orada da bütün hərbi sirləri damsın verə bilərsən. Bəli, sağ qalmaq üçün, yəni İsrail əskərinin verilən tapşırıq. Eyni şey bizdədir. Görürsən ki, müəyyən təhlükə var, yəni də vacib deyil ki, özü öldürəsən, desinlər ki, bu yaman qəhrəman idi. Yox, belə bir şey yoxdur. Məsələn, sırağı gün Silahlı Qüvvələrimizin baş komandanı Zaporoj istiqamətində idi. Müləqoyların yanında orada deməli toplantı keçirdi. Bütün komandirlər yığışmışdılar. Orada da belə xüsusi tələb olmadıqca silahlı qüvvələrin canlı qüvvədən istifadə etmişsiniz. Bizə salamat, sağ Ukrayna əskəri lazımdır. İnsan hər şeydən dəyərlidir. Əksi Rusiya tərəfdə başlayır. Tam tərsi, tam tərsi. Tam əksidir. Ona görə də yəni dünyanın hər yerindən yığdıqları, aldadıb gətirdikləri, onsuz ödəniş eləməyəcəkləri bilirlər. Yəni o sığorta filan məsələlər tutaq ki, gətiriblər Uqandadan. Bizdə məsələn nəsillər var Uqandadan. Mərakeşdən, nə dil bilmir, nə baş bilmir, elə belə yazığı hardasa, yazıq da deyil, yəni qeybət gedirsən görə Rusiyada tikintidə işləməyə, oradan da gətirib zorla paltarını dəyişdirib, avtomat verib gətirib töküblər ön cəbhəyə. Ki, onlara nə sığorta verilmir, nə onun yiyəsi yoxdur, nə sahibi yoxdur, Rusiya tərəfi ümumiyyətcə istəmir. Çünki sonuncu dəfə dəyişiklik olanda, bu 2-ci Abu Dhabi görüşündən sonra Kəmran bəy, deməli, geri qaytarılanların 80%-i Slavyanlar idi, Ruslar idi. 13% çeçenlər idi. Çünki onları bilirsiniz. Axı bu danışıqları aparanlar həm də ərəb ölkələridir, şeyxlərdir. Çeçenlərin də bilirsiniz, Omanda, sonra Səudiyədə böyük diasporalar var. Həm də pulla alınır, belə deyil. 13% çeçenlər idi, 7-si yerdə qalan bütün millətlərin nümayəndələr. Təsəvvür edirsiniz. Ruslar, qeyri-Rusları geri almırlar. İstəmirlər. Ona görə bizim həbsxanalar da doludur. 4000 bizdə əsir var ki, onun təxminən 2500 Ruslar istəmir. Deməli, onlar əsirlər geri dönəndə onların istəyi ilə olan əsirləri verirlər, yoxsa sadəcə bu təsadüfən belə? Yox, bilirsiniz, biz maraqlıyıq ki, onlar görürlər ki, biz insan qədri bilən dövlətik. Çünki hər kəsi biz istəyirik, hamını almaq istəyirik də geri. Ona görə biraz necə deyərlər, hətta bəzən olur ki, Kəmran bəy, verdikləri o nə deyirlər ona, nəş deyirlər də, cəsədlərdə, biz hətta şübhələnirik ki, o öz əskərlərini də verirlər bizə. Nədir? Telekameraların qarşısında görüntü olsun ki, məsələn, Rusiya tərəf Ukraynaya daha çox insan cəsədi verdi, nəinki Ukrayna Rusiyaya verdi. Amma məsələn, mənim gözümün qarşısında olub, elə bir Məli bəy də orada idi, Quliyev, 22-ci ilin mart ayında ki, o meyitləri atıb Kiyev ətrafından qaçmışdılar. Sonra bizim Sinod, yəni kilsə, mənim onlarla dostluğum var, belə deyək, episkoplarla, filanlara, nə sözüm onda deyil. Məcbur oldular ki, yəni bu xəstəliklər filanlar istilər düşür, aprel ayı, may ayı. Deməli, kilsənin adamları yığışdılar, getdilər. Kanavalar qazıb, onları bir-bir elə bir təzə doğulan uşaqlar kimi bir kaladılar, tökdülər həmin o kanavalara da belə deyək, o
nə deyim, qardaşlıq məcalı deyək, nə deyək, nəysə, bax belə. Yəni Rusiya tərəf həm də ödənişlər eləməmək üçün, çünki Rusiyada bax, girib rəsmi dostlarımız baxa bilərlər, əziz tamaşaçılar, izləyicilər, 100 binin üzərindədir itkin düşənləri axtaranlar. Bu Uqandalı axtarmır axı, Afrikalı axtarmır, Hind, Çin yarımadasında olanlar axtarmır, Bangladeşdə axtarmır, Nepallı axtarmır, başqa dövlətlər çoxlar axtarmır. Elə, necə deyirlər, savadı çatıb axtaranlar 100 bini keçib artıq. Yəni, yoxdur insanlar. Dediyim kimi, bəzən də bizə verdikləri o nəşlər, yəni cəsədləri özlərininkilər də olur. Yəni, bunu bilirsiniz, araşdırmaq çox çətin məsələdir. Tutaq ki, istəməzdim bu söhbətimizi eləyək, amma məcburluqda yəni reallıqlardır. Tutaq ki, tankda yanıb, tutaq ki də, piyadaların döyüş maşınında. Sən hardan bilirsən ki, bu Rus yaxud nədir? Özlərininkidir, yəni onlara ödəniş etməmək üçün götürürlər, verirlər, Ukrayna onun hansısa bir formada indi harası dəfn eləməyə məcburdular. Çünki bizdə xüsusi yerlər var, indi öz sahibləri olanlar aydındır, bir də tutaq ki, bilinməyən o, necə deyirlər, tarixdə var idi, naməlum əskər anlayışı da var, onların da ayrıca qəbirstanlığı var. Orada da biz məcburuq ki, yəni Rusiyanın bizə verdiklərini də dəfn edək. Bax, belədir, yəni Rusiyanın mahiyyəti bundan ibarətdir, bunu hamı bilir. Amma gözümüzün önündə baş verənlər bundan ibarətdir ki, bu iqtisadiyyatla, bu yanaşma ilə, bu davranışla müharibəni durmaq mümkün deyil. Çünki bəzən də bilirsiniz, ola bilsin, çox primitiv səslənəcək mənim tərəfimdən, Jiguli ilə, Mercedes S-Class-la mübarizə aparmaq mümkün deyil, yarışa bilməzsən. Yeni texnologiyalar, qərb ölkələri, o cümlədən Ukraynada, tutaq ki, kvant fizikası, kvant sıçrayışı, kvant bilgisayarı düzəldilən bir yerdə ayın yanvarın 19-na 20-sinə keçən gecə yadda bura raket atmışlar. Mən rəsmi bildirirəm onu. Dostumuz Kegil Sazanov, yəni burada hər bizim jurnalistlərdən də hamı da tanıyır, çox adam tanıyır. Silahlı qüvvələrində serjantlıdan politologdan bir serjant, yəni ordudadır. Onlar götürüb həmin raketlərin hissələrini qoymuşdular. Və məndən də ekspert kimi soruşurdular ki, siz də orta maşın qərbində işləmişsiniz, yəni raket düzəldilmə sənayesində. Siz nə deyirsiniz? Mən dedim ki, bu radiatorlar, bu stabilizatorlar 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində düzəldilən silahlardır. Amma ümumi markirovkası, deməli hissəciklər, bir hissəsi Sovet dövrünün ambarlarından götürülür, bir hissəsi çox təəssüf olsun ki, İkinci, üçüncü eksport, importdan istifadə edilir, qərbdən alınır, o cümlədən Çindən alınır. Amma markirovka, yəni OTK, yəni texkontroldan, yəni yanvar ayında çıxır raket. Bax, bəzən də soruşurlar, axı yenə də şaxtalar düşür də, 2 günlük, 3 günlük yenə də qar yağır, indi cəmi 4 dərəcə şaxtalar düzdür. Amma gecə olur 10-12 dərəcə. Niyə Ruslar bizi qorumur? Gönlər məndən bir nəfər soruşur, deyir ona diyor ki, yoxdur. Nəyə vursun? Toparlayır. Əlbəttə ki, bu yaxın günlərdə yenə də növbəti görüş ərəfəsində yəqin ki, istirahət günlərində, çünki çox mərdimazardılar, həm də bilirsiniz, beyinləri xarabdır. Həm də istəyirlər ki, insanlar məsələn, yatanda, dincəlmək istəyəndə, bir ailəvi nəsə bir yerə yığışmaq istəyəndə onlar, bilirsiniz, belə mahiyyətləri çox cılızdır da, yəni. Özlərinin bir uçağında film vardı, Malçiş Plakiş. Təmiz Malçiş Plakiş. Ancaq pislik, Ancaq pislik, bəli. Ancaq mərdimazatçılıq deyirlər də, bunu biz Azərbaycan dilində, biz ona dilimizdə. Bax, belədirlər, yəni hələ ki toparlayırlar hər gün. Dəfələrlə deməli qaldırırlar o MiG-29'ları, MiG-30'ları, Tu-95'i, Tu-160'ı qaldırırlar. Yarım saat, 20 dəqiqə göydə uçur, 1-2 milyon dollar benzin yeyir, salyarka yeyir, kerosin yeyir, bir də düşürlər. Nədir Ukraynada məsələn, biznes, yaxud nə bilim, siz deyin, bu infrastrukturalar, restoranlar, kafelər, nə bilim, ofislər bağlansın, heç bir. Gündə dönənlər bəlkə yalan olmasın, neçə dəfə deyin, bir 6 dəfə. Yarım saatdan bir qaldırırlar 10 dəqiqə, biz də görürük yaxı, page kəşfiyyatı göstərir. Görürük ki, qalxdılar. 10-15'te bir də fırlanırlar, bir də düşürlər. Bir də insanlar girdi metroya, bir də çıxdı, yaxdı zirclərini. İndi hamı dözə bilmir də, ellər var, hökmən gedirlər, yəni gizlənirlər.